Uşaqlar, bugündən etibarən başlayırıq alqoritm mövzusuna. Alqoritmdən sonra növbəti bölməmiz Python olacaq. Amma əvvəlcə çox vacib bir məsələyə toxunmalıyam. Deməli, blok sxemlərin qurulması ilə başlayacağıq. Biraz alqoritmin mahiyyəti ilə bağlı, riyazi gedişatla bağlı danışacağıq. Daha sonra da müxtəlif nümunələr üzərində işləyəcəyik. Sonra alqoritmin nəzəri hissəsi və s. bunlarla bağlı da həm dərslərimiz olacaq, həm testlər işləyəcəksiniz. Amma ən önəmli olan məsələ biraz fərqlidir. Necə fərqlidir? Baxın, uşaqlar, nəzərdə tutulur ki, imtahandakı sualların 12-14-ü təxmini olaraq, bu dəqiq bir say deyil, olsun alqoritm və Python'dan. 12-14, biz bunu 13 olaraq ortalama götürək. Deyək ki, ümumi sualların 13 dənəsi alqoritm və Python mövzusundandır. Və sonda 3 dənə də sualımız var, bilirsiniz, yazılı həll tələb edən sual. Bu 3 dənə yazılı həll tələb edən sualın bir dənəsi blok sxem qurmaq, 2 dənəsi də Python'da kod yazmaqdır. Və bu 3 dənə sualın hər biri bizə 6 bal verir. Yəni, standart suallar 3 bal, amma yazılı həll tələb edən sual, yəni bir dənəsi 2 sual kimidir. 6 bal, 3'ü bir yerdə də 18 bal verir. Əgər siz bu sonuncu 3 sualın da blok sxem və alqoritmlə bağlı olduğunu nəzərə alsaz, onda belə çıxır ki, ümumi sizin balınızın təxminən 55-60%-ni alqoritm və Python formalaşdıracaq. Son 3 sual 2 sual sayılır, ona görə 6 bal verir. Və bu da alqoritmin və Python'ın çox önəmli mövzu olduğunu göstərir. Ona görə alqoritmi mümkün qədər yüksək səviyyədə öyrənməlisiniz. Əgər alqoritmdə nəsə bir problem olsa, o zaman həmin problem Python'da da davam eləyəcək. Yəni, bir növ alqoritm ümumi proqramlaşdırmanın girişidir və daha sonra isə konkret olaraq Python'da kodların yazılması ilə bağlı danışacağıq, onları öyrənəcəyik. Blok sxemləri imtahanda kağız üzərində çəkəcəksiniz. İndi də blok sxemləri kağız üzərində evdə məşq etmək üçün qura bilərsiniz. Amma belə bir problem var ki, sən qurduğun blok sxemin düzgün olub-olmadığını yoxlaya bilmirsən. Bunun üçün bizim istifadələdiyimiz bir proqram var. Flowgoritm adında. İkonu sol tərəfdədir. Buradan görə bilərsiniz. Kimin kompüteri varsa, özünüzün və ya valideynlərinizin, böyük qardaş, bacı, kim varsa evdə, kimin kompüteri varsa, mütləq şəkildə, indi göstərəcəm bu proqramı, Flowgoritmi kompüterinizə endirin və orada məşq edin, praktik edin. Dediyim kimi, bu həm alqoritm mövzusunu yaxşı öyrənməyinizə kömək eləyəcək, əlavə olaraq da praktikanız yüksək səviyyədə olsa, alqoritmi yaxşı öyrənsəz, Python sizdən ötürü çox asan olacaq. Baxın, uşaqlar, adi Google-a daxil olub Flowgoritmi necə endirmək lazımdır, haradan tapacaqsınız? Bundan bağlı göstərim sizə. Flowgoritm elə download yazsanız birbaşa endirmə səhifəsinə keçəcək. Deməli, Google-da bəzən nəsə axtaranda uşaqlar yuxarı tərəfdə reklamla bağlı saytlar çıxır da bilirsiniz. Diqqət eləyin, baxın, flowgoritm.org sayt belədir. flowgoritm.org yaxınlaşdırın, yadınızda qalsın deyə. Qrupa linklərini də göndərərəm və daxil olduq bura. Ana səhifəyə daxil olsanız belə bir görüntü var. Sağ tərəfdə flowgoritmin necə göründüyü və s. aşağıda müxtəlif məlumatlar görünür. Və baxın, yuxarıda download hissəsi var. Bura keçdiniz. Yəqin ki, əksəriyyətiniz Windows istifadə edirsiniz. MacOS üçün bilmirəm, variantı var yoxsa yox. Burada Flowgoritm 4.5 recommended yazıb, yəni təklif olunan budur. Bunun üzərinə vuracaqsınız. Adi standart proqram quraşdırma metodudur. Next, 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 finish gedəcəksiniz və bundan sonra artıq proqram kompüterinizə quraşdırılmış olacaq. Bir mərhələdə sizdən soruşacaq ki, desktopda iş masasında ikon olsun, yoxsa yox. Yəni, çox istifadə edəcəyimiz bir şeydir deyə, iş masasına ikonunu qoysanız daha rahat olar. Əgər iş masasında ikonu olmasa da, yenə gəlib bu search bölməsindən axtarıb rahatlıqla proqramı işə sala bilərsiniz. İndi uşaqlar, videonun bu hissəsinə baxarsınız, tutaq ki, proqramı quraşdırdınız. Burada bir neçə önəmli mərhələ var. Bunları mən sizə göstərəcəm. Bax, double click elədim, adi normal proqramın açılması. Belə bir pəncərə sizi qarşılayacaq. Yuxarı tərəfdə Flowgoritm adında gördüyünüz kimi və hər hansı bir blok sxemi burada qurduqdan sonra, yaratdıqdan sonra sol tərəfdə Run düyməsi var. Həmin Run düyməsini vurub
Artıq baxırsınız ki, alqoritm necə işləyir. MacOS üçün bilmirəm, var yoxsa yox. Baxarsınız, əgər saytda açılanda yazacaq onsuz da altında. Windows üçün var, onu bilirəm. Mac istifadə eləmirəm, ona görə onu deyə bilməyəcəm. Deməli, uşaqlar, ingiliscə standart açılacaq, amma sağ tərəfə doğru gələndə, bax, burada dil dəyişmə hissəsi, düyməsi var. Ən sağ tərəfdəki düymə. Bunun üzərinə vursaz, məsələn, başqa dillər var. Hansı dilləri istəsəz, buradan birini seçə bilərsiniz. Elə çox termin yoxdur. Məncə, ingiliscə qalması daha yaxşı olar. Və 2 dənə standart burada blok olur. Digərlərində biz özümüz əlavə edəcəyik. Bu, run düyməsidir. Bir də indi eləyəcəyim şeyə diqqət edin. Bax, burada Layout Windows adında bir düymə var. 3 dənə pəncərə göstərir yanbayan. Bunu vurun, özünüzü buna öyrəşdirin. Baxın, aşağı tərəfdə dəyişənlər və konsol adında bir hissə var. Aşağıdan ikinci, bax, bu göstərdiyim. Bununla işləmək daha yaxşıdır. Hal-hazırda bugün biz sadə olan blok sxemlərə baxacağıq. Əsas məqsədimiz bu proqramla tanış olmaqdır. Yəni, bu görünüş çox da sizin üçün önəm daşımaya bilər. Amma biraz daha çətinlərini yazanda bu görünüş daha önəmlidir. Çünki yuxarı tərəfdə burada dəyişənlər hansı qiymətlər alıb, son qiymət hansıdır, onları izləyə biləcəksiniz. Sağ aşağıdakı pəncərədən qiymətlər verəcəksən və cavab çıxacaq. Sol tərəfdən də blok sxemi quracaq. İndi uşaqlar, bu və bundan sonraki bir neçə dərsdə üzərində işləyəcəyimiz bəzi tapşırıqlar var gördüyünüz kimi. Başlanğıc üçün bugün çox sadə əməliyyatlar yerinə yetirəcəyik və təməl şeyləri öyrənməyə çalışırıq. Flow alqoritm necə işləyir, alqoritmin işləmə məntiqi nədir, bunlardan danışacağıq. Birinci tapşırıq, daxil edilən 2 tam ədədin cəmini tapan blok sxem qurun. Dediyim kimi, yəni 2 dənə ədəd daxil olunacaq və blok sxem onları toplayıb nəticəni bizə verməlidir. Belə bir blok sxemi qurmalıyıq. Gəlin, mətni də bura yapışdırın. Baxın, nə qədər sadə olsa da siz mütləq özünüz dərsdən sonra, sabah, bazar günü, növbəti həftə məşq eləyəndə sadə də olsa bu alqoritmləri yazın və ya özünüzdən buna oxşar, bunun sadə variantlarını fikirləşə bilərsiniz. Misal üçün, daxil edilmiş 2 ədədin cəmini hasilinlə dəyişin, fərqli formalarını qurun və s. Yox, bunun PDF-i yoxdur, elə videodan baxıb işləyərsiniz. Alqoritmdən bağlı mövzunun izahına aid PDF var. Baxın, pəncərələrin üstündə gördüyünüz kimi burada plus minus, bu zoom in, zoom out, miqyası artırma, azaltma düymələridir. Bunlardan istifadə edib bunu biraz daha istəsəz rahat görünsün deyə böyüdə bilərsiniz. Amma kompüterdə işləyəcəyinizə görə məncə o qədər də böyük olması önəmli deyil. Yazılar normaldır, bilinir. Deməli, uşaqlar, burada ilk olaraq belə deyirsiniz. Bu 2 dənə blok başlanğıc və son deməkdir. Bunlar standart olaraq sizdə görünəcək. Proqram avtomatik bunları bura qoyur. Bunların arasında gördüyünüz kimi bax, xətt var. Bu xəttin üstünə gəlib mouse'un sol düyməsinə bir dəfə klik edirsiniz. Belə bir pəncərə açılır. Buradan bizə lazım olan blokları mən sizə göstərirəm, yəni həndəs fiqurları. Bunu genişləndirə bilirsiniz. Lazım deyil. Bizə proqramdan kənara çıxmayacaq. Yəni, bizi nə maraqlandırırsa, onlara baxacaq. Deməli, bax, input, output. İkisi də paralleqramdır. Biri dəyişənlərə qiyməti vermək, biri də çap eləmək üçündür. Sonra burada düzbucaqlı fiqurumuz var. Bu əməliyyatdır, hesablamadır. Burada if var, burada while var, dövr var. Bu, budaqlanan alqoritmlərdə istifadə olunacaq. Sağ tərəfdəki isə dövrləri qurmaq üçün istifadə olunacaq. Yuxarıdakı bu kənarında qoşa xətt olan düzbucaqlı, bu da dəyişənləri təyin etməkdən ötürüdür. Kağız üzərində siz blok sxem quranda bundan istifadə eləməyəcəksiniz. Amma proqram işləyə bilsin deyə mütləq bu gördüyünüz blokdan başlayacaq. İndi belə deyirəm, uşaqlar. Deyir ki, daxil edilən 2 tam ədədin cəmini tapan blok sxem qurun. Ortadakı oxun üzərinə vururam. Gəlirəm bu dəyişənlərin təyin edilməsi blokuna, bunun üstünə vururam və bu 2 dənə ədədi şərti olaraq A və B adlandıracağım. Bunlardan birinə A, vergüllə daxil edəcəksiniz uşaqlar, vergül, digərinə B deyirsiniz. Daxil edilən 2 tam ədədin cəmini tapan blok sxem. Cəmi Excel-də var deyə sum, sumın baş hərfi ilə götürürlər. S olaraq yazdım. Dediyim kimi, bu blok kağız üzərində siz test yazanda, blok sxemi quranda, daha doğrusu tapşırıqları həll edəndə, imtahanda da yazılı tapşırığın blok sxemini quranda bunu qoymayacaqsınız. Amma proqramın işləməsi üçün bu zəruridir. Proqram bilməlidir ki, başdan o hansı dəyişənlər üzərində işləyəcək. Və daxil edilən 2 tam ədəd. Bax, bundan aşağıdakı oxun üstünə gəlirəm, klikləyirəm, input yazılan var, paralleqram. Paralleqramı vururam.
Birinci ədədimə nə demişəm? A demişəm. Yazıram A. Düşürəm aşağı tərəfə. Bunun üzərinə vururam. Yenidən input deyirəm. 2 dənə ədəd daxil edəcəm axı. Bu ikinciyə deyirəm B və indi bundan sonra keçirəm növbəti mərhələyə. Daxil edilən 2 tam ədədin cəmini tapan blok sxem. Növbəti mərhələyə gəlirəm. Hesablama əməliyyatı aparacaqsınızsa düzbucaqlığını seçirsiniz. Düzbucaqlığın üstünə klikləyirsiniz, double klik. Yazırsınız S bərabərdir A plus B və OK düyməsini vurursunuz. S bərabərdir A plus B bura yazıldı. Bundan sonra gəlirsiniz yenə aşağıdakının üstünə vurursunuz. Bu dəfə nəticəni çap eləmək lazımdır. Output deyirsiniz. Outputun üstünə klik edirsiniz. S, cəm, sum və OK deyirsiniz. Dəyişənlər önəmli deyil. Siz bunları X, Y, Z nə istəyirsiniz götürə bilərsiniz. Sadəcə daha çox, belə deyək, bu tip dəyişənlərdən A, B olsun, natural ədəd olanda daha çox N yazırlar. Cəmi S ilə, hasili daha çox P hərfi ilə göstərirlər. Amma dediyim kimi, bu konkret bir qayda deyil. Sadəcə, məsələn, sənin yazdığın blok sxemi yoxlayan mütəxəssis də, yəni bu S-i görəndə fikirləşirkən, yəqin ki, burada cəmi demək istəyib, A, B ədədlərdir və s. Və indi gəlirik bu dəyişənlərə, qiymətlərin, uşaqlar biraz səbirli olun, göstərəcəm hamısını. Dəyişənlərə qiymətlərin verilməsi məsələsinə. Baxın, sol tərəfdə run düyməsi var. Bunu vurası olsaz, hər dəfə addım-addım gedəcək. Biraz yorucu ola bilər, amma istəsəz özünüz yoxlayarsınız. Sol tərəfdə run düyməsi var, bundan istifadə edəcəyik. Run'ı vururam. Bax, gəldi, bu görürsünüz, A-nın olduğu hissə tündləşdi. Məsələn, sadə ədədlər 1-nə 5, 1-nə 6 deyəcəm. 5 dedim. Baxın, avtomatik kursor gəlir, dayanır burada. Qiymətləri buradan daxil edirik. Enter vurduq. İndi B-ni istəyir. Burada da görürsünüz, plus var. Bu plusla miqyası artıra bilərsiniz. Bax, daha rahat görünür hal-hazırda. Yuxarı pəncərədə də yenə plus düyməsi var. Buradan da dəyişənləri daha yaxşı görmək üçün miqyası artıra bilərsiniz. İndi B-ni daxilləməliyəm. Buna da 6 deyirəm. Enteri vururam və nəticəni verir. İndi siz hələ təzə başlayırsınız öyrənməyə. Ola bilər ki, kimlərsə flow alqoritmi artıq bilir. Məktəbdə və ya keçən ildən önəmli deyil. Baxın, uşaqlar, sağ tərəfdə bu run sağa doğru gəlin. Burada gördüyünüz kimi speed düyməsi var. Bunun üstünə vurun. Bax, burada sürəti nizamlaya bilirsiniz. Full speed olanda indiki kimi birbaşa cavab verir bizə. Standartda bu olur. Ən yavaşı budur, slow. Bunu vururam. İndi addım-addım, mərhələ-mərhələ gedişatı görə biləcəyik. Buradan da dəyişənlərin qiymətlərini izləyə bilərsiniz. Bax, A-nın və B-nin qiymətləri və S-in qiyməti. İcra edirəm. A-nı istəyir. Məsələn, 12. B-ni istəyir. 4. Bax, addım-addım belə hesablayır, düşür, S-i çap edir. Belə. 16. İndi gəldik əsas məsələyə. Sən imtahanda, kompüterdə yox, bunu blok sxemi, bu blok sxemi ki, belə sadəsini yox təbii ki, kağız üzərində quracaqsan. Yaxşı, kağız üzərində quranda nəyə diqqət eləməlisən? Baxın, ovallar başlanğıc və sonu bildirir. Bunların içərisində nəsə yazıb vaxt itirməyinə dəyməz. Onsuz da imtahanda vaxtınız məhduddur. Bunu kağız üzərində yazmaq lazım deyil, çəkmək lazım deyil. Amma flow alqoritmində mütləq verməlisiniz. Flow alqoritm başa düşsün, dəyişənlər hansılardır. Proqram işləməyəcək bunu verməsəz. Və bu input və output sözlərini də burada yazmasaz olar. Yəni, qısacası, bax, mən bunu imtahanda yazıramsa, çəkirəmsə, belə eləyəcəm. Ovalı qoydum, gəldim, paralelogramı qoydum. A və B-ni istəsəz belə eləyə bilərsiniz. Hər ikisini bir dənəsinin daxilində yazarsınız. Gəldik növbəti mərhələyə. Düzbucaqlığını çəkdim. Yazdım S bərabərdir A plus B. Gəldik bura, paralelogramı qoydum. Bura S və gəldim, oval, hər şey bitdi. Kağız üzərində bax, belə, bu şəkildə işləyəcəksiniz. İndi bir neçə dənəsində kağız üzərində olan variantını da göstərəcəm. Amma da növbəti dərslərdə hər dəfə kağız üzərində necə yazmalısınız və s. bunlarla bağlı danışmayacağıq. Başlanğıc və son ovallardır onsuz da. İçinə nəsə yazmağa ehtiyac yoxdur. Hə, artıq vaxtım var imtahanda. Yazırlar bəzən. Buna baş yazırlar, buna son yazırlar. Amma önəmli deyil də. Yuxarıda gələn oval onsuz da başlanğıcı bildirir. Aşağıda gələn oval isə sonu göstərir. Əsas blok sxemin ümumi strukturu, içəridə yazdığın hesablamalar düz olsun. Blokları çəkin.
Normalda Dövlət İmtahan Mərkəzində belə bir yanaşma var. Əgər blok sxem çox çətindirsə, məsələn, görsən ki, yer yoxdur, deyir, əgər şagird bunları çəkməsə də, ovalları çəkməsə də, bal kəsilməyəcək, amma yenə məncə çəkin, yəni o elə çox yer aparan bir şey deyil. Balaca da olsa çəkin. Çünki bu strukturun bilirsiniz nəyə oxşuyur? Bu cümlənin böyük hərfindən başlayıb nöqtə ilə bitirirsən, standart qayda. Bax, bu da onun kimi bir şeydir. Ona görə ovalları çəkin, yəni. O çox yer aparan bir şey deyil. Yəni, dediyim kimi, nə lazım deyilsə, onları göstərdim onsuz da. Input, output sözlərini yazmağa ehtiyac yoxdur. Vaxt, əgər yer baxımından məhdudiyyət varsa ki, deməli, kağızı A4-ü 3 yerə bölürlər normalda. O 1/3 hissəsində blok sxem, 1/3 hissəsində digər Python kodu və 1/3 hissəsində də üçüncü, sonuncu Python kodunu yerləşdirməlisiniz. Belə uşaqlar, bunu göstərdiyim mərhələlərlə addım-addım elə videonu saxlayarsınız, eləyərsiniz, yoxlayarsınız. Məsələn, dediyim kimi, burada cəm verib, sonra cəmi məsələn, hasillə əvəzləyərsiniz, hasil variantını yazarsınız və s. Açıq deyil o, yazılı sual deyirik ona. Açıq suallar belə deyil. Açıq sualların cavabı məsələn 20-dir, 35-dir və s. Bunun kimi təbii ki, asan şeylər olmuş. Bunlara görə çətin suallar olur. Və gəldik növbəti mərhələyə uşaqlar. İndi ikinci bir tapşırıq üzərində işləyəcəyik. Şərti bura əlavə edirəm, hamı görsün. Düzbucaqlının sahəsini və perimetrini tapan blok sxem qurun. Burada belə deyəcəm, riyaziyyatda S sahə olaraq götürürsünüz, P bunu da perimetr olaraq götürürsünüz. Mən də eyni dəyişənlərdən istifadə edəcəm. Düzbucaqlının tərəflərini də yenə A və B olaraq qeyd edəcəm. Hər şeyi burada qeyd edirəm və delete düyməsi ilə baxın, uşaqlar. Mouse'dan belə seçdiniz, bir-bir yox. Yəni belə üstünə bir-bir vurub silməyin, çox vaxt gedəcək. Belə ümumi mouse'un sol düyməsini sıxırsınız. Bütün blokları belə əhatə alacaq formada və sonra delete düyməsini vurursunuz klaviaturadan və bütün o əlavə blokların hamısı silinir. İndi yeni tapşırığın şərtinə uyğun olaraq ilk öncə dəyişənləri təyin edəcək. Yenə oxun üstünə vururam, dəyişənləri təyin edəcəm. Bax, bloku əlavə elədiniz, üstünə 2 qat klik edirsiniz. A, vergül, B, tərəflər, S, sahə, P də perimetr. 4 dənə dəyişəni yazdınız. Bayaq dediyim kimi. Yazdığımız dəyişənlərin nə ifadə etdiyini yox. Onsuz da burada adətən belə eləyirlər də. A, B adətən tərəf götürürlər. Yəni riyaziyyatda o məşhur adlandırmalardan istifadə eləyəsi olsanız ehtiyac yoxdur. Amma misal üçün çətin bir şey olar. Tutaq ki 4 dənə, 3 dənə, 2 dənə yox, 6 dənə, 7 dənə dəyişən var. Onda belə mən yazan kimi qısa-qısa kənarda yazsanız yaxşı olar. Yoxlayan adam başa düşsün deyə. Amma sadə, belə hamının öyrəşdiyi sadə 3 dənə, 2 dənə dəyişən və s. varsa, o zaman yəni nəsə qeydi aparmağa ehtiyac yoxdur. Hiss eləsəz ki, sənin yazdığını yoxlayan adam başa düşə bilməz, nəsə çətinliyi olar, analiz eləyəndə çətinlik çəkər, onda əlavə kənarda qeyd qoymaq yaxşı olar. İndi uşaqlar dəyişənlərimizi verdik. Nəyi daxil edəcəyik? Düzbucaqlının sahəsini və perimetrini tapsın deyə biz tərəfləri verməliyik buna. Gəlirik, input, tərəfin biri A. Təzədən oxun üzərinə vurdum. Yenə buradan inputu seçdim. Digər tərəfimiz olsun B. İlk öncə sahəni tapacağım. Hesablama əməliyyatı üçün bizə düzbucaqlı lazımdır. Düzbucaqlını seçirəm. Gəldim bura S bərabərdir A vur B. Uşaqlar vurmanı Excel'də olduğu kimi ulduzla göstəririk və daha sonra gəlirik yenə düzbucaqlı, indi isə perimetri tapacağıq. Gəldik P bərabərdir, mötərəzəni açıram A plus B, yəni fərqli-fərqli 2A plus 2B necə istəyirsiniz yazın da, vurulsun 2. Bir dənə burada diqqət edin, A, B-ni riyaziyyatda yazırsınız, ortasına heç nə yazmadan. O formada yazmaq olmaz. Mütləq şəkildə Excel'də olduğu kimi ulduzla vurmanı göstərin. Digər əməllərdə bu dərs, digər dərslərdə deyəcəm onsuz da sizə. Tapşırıqlar üzərində baxacağıq. Deməli, sahəni hesabladıq, perimetri hesabladıq. Bundan sonra gəlirik output çıxış, yəni çap. S-i yazdıq, OK və daha sonra gəldik yenə output.
Buradan da P-ni yazırıq, OK vururuq və artıq yəqin ki, hər şey hazırdır. Uşaqlar, burada heç vaxt tam %100 arxain olmayın. Yəni, nə qədər sən təcrübəli olsan da, həmişə nə isə gözdən qaçma ehtimalı var, nə isə yaddan çıxarda bilərsən. Ona görə mütləq şəkildə, baxın, elə birbaşa mən sizə deyə bilərəm ki, götür kağız üzərində qur. Amma bayaq da dedim, kağız üzərində qurduğunu, nə isə gözdən qaçırsan, məsələn, burada vur 2 yaddan çıxar, nəsə bir şey olar. Kağızda nöqtə də qoysanız problem deyil, amma daha professional görünməsi üçün ulduza oxşatsanız daha yaxşı olar. Yəni, ümumiyyətlə, belə bir şey var da, sən nə qədər blok sxemi professional şəkildə yazsan, onu yoxlayan adama müsbət bir təsir verəcəksən. Yəni, hətta belə ola bilər ki, məsələn, tutaq ki, mən yoxlayıram sənin yazdığını, baxıram, deyirəm, bu professional şəkildə yazıb, hər şey blok sxemin qaydalarına uyğundur. Bir dənə kiçik səhvi var, olsun, ona görə bal kəsməyim. Ona görə nə qədər özünüzü professional şəkildə yazmağa öyrəşdirsəz, o qədər daha yaxşıdır. Dediyim kimi, uşaqlar, nə qədər özünüzə arxain olsanız da, mütləq şəkildə flow algoritmdə yazandan sonra yoxlayın. Başladıram. Tərəflər 4 və 5 verəcəm. A-nı istəyir gördüyünüz kimi 4. Enter vurursan, sadəcə 4 yazdın, enter vursan. B-yə də 5 deyəcəm. 4 vur 5-dən sahəni hesablayır 20. Perimetri hesablayır 18. Əvvəlcə sahəni, sonra da perimetri çap edir. Və burada dəyişənlərin qiymətlərini görə bilərsən. A-ya 4 vermişsən, onsuz da buradan da görünür. B-yə 5 vermişsən, S-i 20 tapıb, P-ni 18 tapıb. Biraz daha qarışıq olanlarda bu bizə çox kömək eləyəcək. Outputları da bəli. İndi onu da bir dənə də deyim. Outputları da bəli. Bir dənə polyqramın içərisində səhv yazanda heç nə, ya cavabı burada səhv verəcək. Misal üçün, tutaq ki, P bərabərdir A plus B yazdım, 2-yə vurmaq yaddan çıxıb burada. Onda burada 9 verəcək, baxacaqsan ki, yox da səhvdir, haradasa gedib düzəldəcəksən. Təzədən belə üstünə klik edib, nəyi səhv eləmişsənsə düzəldə bilirsən, sonra OK vurursan, təzədən run düyməsini vurursan, yenidən yoxlayırsan. Gördün, düzdür və salam. Uşaqlar, bunu da göstərim. Baxın, yenə bunu çıxartdıq. Burada main, end bunları yazmağa ehtiyac yoxdur. Yerə qənaət eləməkdən ötürü bunların ikisini bir dənə polyqramda birləşdirib A, B yaza bilərəm. Yenə yerə qənaət eləməkdən ötürü bunların 2 dənəsini birləşdirib S, P yaza bilərəm. Hətta bəzi testlərdə görəcəksiniz ki, bu iki hesaplamanı, mən onu heç xoşlamıram. Bu iki hesaplamanı birləşdirib bir düz bucaqlıda yazıblar, onu eləməyin. Ya, balaca bir dənə xət qoyacaqsınız da, çox yer itirməyəcəksiniz onsuz da. Inputları və outputları birləşdirə bilərsiniz. Problem yoxdur, amma hesablamaların hər biri üçün ayrıca düz bucaqlı açın. Və gələcəkdə olacaq ki, buradakı əməliyyatlar biraz daha uzun olsun. Məsləhətdir ki, əvvəlcə P bərabərdir A plus B, vur 2-ni yaz, sonra belə elə. Çünki bəzən çox görürəm, götürürlər düz bucaqlını çəkirlər, sonra düstur yerləşmir onun içərisinə. S və P inputa yazdıqlarımız hesablama zamanı bizə lazım olanlardır. Outputda olanları S-lə P-ni axtarırıq. Yəni, S-lə P-ni mən bilirəmsə, bu məsələnin, blok sxemin bir mənası olmur axı. Input bizdə olanlardır. Yəni, riyaziyyatda məsələni necə həll edirik? Var verilən, bir də var tapmalı. Verilənlər bunlardır. Tapmalı olduqlarımız da bunlardır. Yəni, tapmalı olduqlarımız başdan varsa, onda məsələni niyə həll edirik ki? Başlanğıcda hesablamaq üçün bizə nələr lazımdırsa, ancaq onların qiymətlərini daxil edirik. A və B sıfırdan böyük olmalıdır. Əgər məsələnin şərtində bizdən o tip bir şey tələb olunursa, Amma məsələ bu şəkildədirsə, düzbucaqlının sahəsi. Baxın, dimin qiymətləndirmə meyarı necədir? Ədədlər düzgün daxil edildikdə, yəni sən ora mənfi də daxil edərsən də. Ədədlər düzgün daxil edildikdə blok sxem işləyirsə, o zaman tam bal. Yəni ona görə biz əlavə problemlər orada axtarmırıq. Birdən kimsə 0 yazar, blok sxemi işə salanda və s. Ədədləri düz daxil edəndə işləyirsə və salam. Sənin yazdığı var, tam bal verilir. Amma xüsusi halda bunun şərtini uzadar.
deyər ki, əgər mənfi və ya 0 daxil etsə xəbərdarlıq çıxsın və s. onu Python-da eləyirlər bəzən, burada yox. Hə, o zaman onu da nəzərə almalısın. Amma belə standart məsələ tiplərində ona ehtiyacımız yoxdur. Uşaqlar, bir dənə də standart yenə məsələ tipimiz var. Bunu da sürətli formada işləyək. Yox, blok sxemi gözlə yoxlayırlar. Python-da gözlə yoxlayırlar, amma ola bilər ki, sən fərqli bir qayda tətbiq eləmişsən, başa düşə bilmir həmin sənin tətbiq elədiyin qaydanı, o zaman kompüterdə yazıb yoxlayırlar, bəli. Amma blok sxemlər ancaq əllə yoxlanılır. Siz özünüz mütləq şəkildə, dediyim kimi, kimdə kompüter varsa, özündə, evdəkilərdə, valideynlərdə, qardaş bacıda mütləq şəkildə özünüz flow algoritmindən yazın. İşlədiyindən əmin olun, cavabın düzgün olduğundan əmin olun. Hə, uşaqlar, Celsius ilə daxil edilmiş temperaturu Fahrenheit-ə çevirən blok sxem qurun. İndi baxın, mən burada Celsius və Fahrenheit 2 dənə dəyişəndən istifadə edəcəm. Gəlirəm bura, dəyişənləri daxil elə deyirəm və Celsius ilə baş hərflərini götürürəm. Celsius, C da götürə bilərsiniz, C götürək gəlin, bu düsturda olduğu kimi. Və vergülü qoydum. Fahrenheit-də F götürdüm. Məsələn, belə C, F standart bilinən şeylər də bunları yazsaz, yoxlayan da rahat başa düşəcək. Kənarda bayaq danışdığı izah yazmaq. Elə bir şeyə də ehtiyac olmayacaq. Celsius ilə daxil edilmiş. Deməli, inputda biz Celsius-ni daxil etməliyik. Bu arada yuxarıda böyükcəyə yazmışsınızsa, hər yerdə böyükcə istifadə edin axıra qədər. Bir yerdə böyük, bir yerdə kiçik yazmayın. Düzdür, kağızda ona çox diqqət eləmirlər, amma səliqəli görünsün. Və bunu daxil elədik. İndi gəlirik burada hesablama aparacaq. 1,8 birbaşa düsturu tətbiq edirsiniz. Hə, uşaqlar, bu düstur əgər fizikada varsa və çox belə populyar bir şeydirsə, bunu mötərizə verməyə bilər. Amma orta məktəbdə, belə deyək də, çox da populyar olmayan bir şeydirsə və ya ümumiyyətlə orta məktəbdə keçilməyən bir düsturla bağlı nəsə versə, bu şərtdə necə mötərizə verilibsə, o formada verəcək sənə. Sən sadəcə götürüb bunu necə yazmaq lazımdır, blok sxemdə onu fikirləşəcəksən. Fahrenheit bərabərdir 1,8. Python-da da eyni formada blok sxemləri quranda da kəsr ədədləri yazanda vergül yox, nöqtə yazın. Gələcəkdə Python-da da danışacaq. Vuraq Celsius plus 32. İndi okey, vurduq, düstur düz yazdıq. Baxaq görək, 1,8 Celsius 32. Və bundan sonra gəldik output. Burada F-ni yazdıq və artıq hər şey hazırdır. Burada önəmli bir dənə məsələ var. Uşaqlar, bir dənə yuxarıda C və F təyin eləmişik, görürsünüz. Bunların qabağında görürsünüz integer yazılıb. Bu tam ədəd deməkdir. İndi mən burada hesablamada 1,8-ə vuracağım. Burada kəsir ədədlər də alına bilər. Ona görə bu kağız üzərində heç bir önəm daşımır, amma flow algoritmindən işləyəndə önəm daşıyır. Və gəldik belə deyirik. Bunun üstünə vururuq. Baxın, burada strings adı lazım deyil. Stringi keçəcəyik biz Python-u keçəndə. Burada sadəcə iki dənəsi bizim üçün önəm daşıyır. Integer və real, həqiqət. Siz gəlin buradan real seçin, həqiqət. Və OK vurun. Yəni bu 1,8-ə görə. 1,8-i Celsius'a vuranda kəsir ədəd alınsa, kəsir kimi də bizə göstərsin. Və indi nə eləyək, nə yazaq? Əgər C-yə 10 versəm, 18 plus 32 eləyəcək, düzdür? Gəl bunu 10-la yoxlayaq. Yazıram 10, 40 olmalıdır, 50 olmalıdır. Hə, 50 olmalıdır. Belə. Yazarkən boşluq buraxmaq, bu plusu yazanda və s. Yox, mən səliqəli görünsün deyə deyirəm onu. Yəni, bunların arasında səliqəli görünsün, daha rahat oxunaqlı olsun. Yəni, siz rahat görəsiniz deyə deyirəm. Önəmli deyil onları, boşluqları buraxmaq. Əlim öyrəşib ümumiyyətlə, Python-da da o formada yazmağa öyrəşib əlim. Burada da. Əsas məqsəd bunun işləməsi ilə bağlı deyil, siz rahat görün deyədir. Belə uşaqlar, bu da standart. İndi gəlin, məsələn, 5 verək buna. Təzdən bunu işə salıram. Celsius'ini 5 verəcəm. 5 yazdım, Enter'i vurdum. 5-də də yuvarlaq ədəd alınır. Yaxşı, 6 ilə yoxlayaq. İstəyirəm ki, kəsr ədəd göstərsin bizə. 6-da bax, 42,8 göstərdi. 6 vur 1,8 plus 32 elədi. Əgər siz
Bu real əvəzinə bunu səhvən integer seçsəz, indi altını verəcəm. Baxın nə olacaq. O birisi cavab nə idi? 42,8 idi, hə? Altını verdim. Yazdı 42. Bax, bu alınan ədədlərin tam hissəsini götürür, əgər burada integer vermişsinizsə. Ona görə diqqət edin, belə içəridə kəsr ədədləri və s. varsa, mütləq gəlin buradan realı seçin. Dediyim kimi, kağız üzərində heç bir önəmi yoxdur. Amma sən burada misal üçün 6 verirsən, baxırsan ki, 42,8 olmalıdır, amma 42 tapır. Bu zaman şübhələnəcəksən də ki, niyə bu düz işləmir? Bəlkə mən hardasa nəyisə səhv yazmışam. Başqa bildiyim bunun kimi keyfiyyətli proqram yoxdur. Əgər səhv yadımda qalmayıbsa, Flowgoritm bu Təhsil Nazirliyi, məsələn, orta məktəbdə nə tədris olunmalıdır və s. necə seçir? 160-dan çox ölkədə səhv eləmirəmsə, bu Flowgoritm belə deyək də, rəsmi olaraq dövlət tərəfindən əlavə olunub kurikuluma. Yəni, bir çox dövlətlər bu Flowgoritmi informatika dərslərində istifadə edir. Səhv yadımda qalmayıbsa, 160-dan çox ölkədə bizdə əlavə olunmayıb. Yəni, mənim bildiyim ən yaxşısı budur. Tapsaz başqasını istifadə edərsiniz. Nə ilə bağlı, niyə başqasını tapmağa ehtiyac var? Yəni, bu proqram ödənişsiz proqramdır. Hə, macOS üçün. Yoxlayın, əgər olmasa, internetdən axtararsınız, başqa bir variant var, yoxsa yox. İndi başqa bir variantda tapsaq, bir də onun işləmə prinsipi və s. hər şeyə təzədən baxmaq lazımdır. Vaxt baxımından çox da sərfəli olmaya bilər. Belə uşaqlar, bunu da yenə qurarsınız, mütləq praktik eləyərsiniz. Keçirəm növbəti tapşırıqlara. Daxil edilmiş 3 tam ədədin ədədi ortasını tapan blok sxem. Bunu sürətli gedəcəm. Standartdır. Məqsəd sadəcə bunu nə qədər çox görsəz fikirləşirəm ki, o qədər rahat başa düşərsiniz hər şeyi. Sürətli formada bura yapışdırıram şərti. Şərt gözünüzün qabağında olsun. Ədədləri ABC olaraq işarə eləyəcəm. Gəldim bura. Oxu vurdum. Dəyişənlər A, vergül, B, vergül, C. Bunları yazdım, OK düyməsini vurdum. Input'a gəlirəm. Daxil edilmiş 3 ədəd A dedim. O birisi ədədə B dedim və 3-cü ədəd C olaraq bunu təyin elədim. OK. Və 3 ədədin ədədi ortası. Ədədi ortaya da nəsə bir dəyişən deyək. K deyirəm, böyük K. Və keçdik düzbucaqlı. Buradan K-nı yazırıq, bərabərdir. Baxın, bu mötərizə məsələsi önəmlidir. Mötərizəni açdım. A plus B plus C mötərizəni bağla, bölünsün 3. Yenə burada bölmədən istifadə elədik. Bu da yenə Excel-də olduğu kimi yazılır. Nəzərinizdə olsun və gəldik output. Buradan da K-nı yazdıq və indi gələk bunu yoxlayaq. İndi işə saldım kodu. Bir dənə 15 daxil edirəm, bir dənə 10 daxil edirəm. Bu nə oldu? İkisi bir yerdə oldu. Bir dənə 5 daxil etsəm 30 olacaq, hə? Və topladı, 3-ə böldü, 10 cavabını verdi. Yenə yuxarıdan dəyişənlərə verdiyimiz qiymətlər yazılır və K-nın qiyməti də yazılır. Belə uşaqlar, bu da sadə idi, üstündə qalmayacağım. Keçək növbətlərə. Hə, kağızda da eyni formada. Burada necə istifadə ediriksə, düzgün yazılış forması həmin şəkildədir. Integer tam ədəd deməkdir. Riyaziyyatda tam ədəd deyəndə nə nəzərdə tutulur? 0, mənfilər və müsbətlər. Riyaziyyatda olduğu kimi. Keçdik növbətiyə. Uşaqlar, bu da sadə deyə biləcəyimiz tipdə bir şeydir. Qüvvət yox. Qüvvəti məsələn A-nın kubu belə yazırıq. Bu şəkildə. 2 dənə ulduzla yazmaq Python-dadır. Bura aid deyil. Onun haqqında da danışacaq növbəti tapşırıqlarda. Valyuta hesablayan blok sxem qurun. Giriş AZN və kurs, çıxış USD. İndi uşaqlar, belə bir şey var. Həm Python-da, həm də blok sxemləri yazanda istəsəz
Dəyişənləri tək bir hərflə yox, sözlər bir neçə hərflə də verə bilərsiniz. Misal üçün, mən burada birinci dəyişənimi AZN olaraq götürürəm, elə 3 hərfli bir dəyişən. Məsələn, A əvəzinə, X əvəzinə nəsə 2-3 hərfli dəyişən, söz və s. götürə bilərsiniz. Başqa nə lazımdır? Kurs. Onda K deyəcəm, sadə. Bir də dollar. Onda USD dedim və OK, vururam. Integer olaraq saxlamışam, 170 verəcəm manata ki, tam ədəd şəklində çevirə bilsin. Və valyuta hesablayan blok sxem deyir ki, girişdə AZN və kursu verməlisən. Input verirəm. Bura yazıram AZN, yəni neçə manatım var. Yenə gəlirəm bura, input deyirəm və kurs yazıram. Yəni, məsələn, verəcəm manata 170, kursa da 1.7 verəcəm ki, rahat hesablaya biləcəyimiz bir ədəd olsun. Sonra gəlirik hesablamaya, üstünə klikləyirəm. USD bərabərdir AZN bölünsün kurs yazdım. K-nı böyük hərf yazmışam, bəli. Və output-a gəlirik. Buradan da USD-ni çap eləsin deyirik. OK, vururuq. İndi bir baxın görək nəsə hər şey düzgündür. Manatı daxil elədik, kursu daxil elədik, dollara çevirdik, dolları çap elədik. İşə saldıq. Yazıram 170 manat. Kurs 1,7 və belə. Bu da nəticə. Bölməni təzədən görmüş olduq. Həmçinin dəyişən adlarını tək bir hərf yox, bir neçə belə söz, ifadə şəklində də göstərə bilərsiniz. İfadə deyəndə 2 söz yazmayın. Yəni, ya belə bu şəkildə verin. 170 çıxdı. Niyə 170 çıxdı? 100 çıxmalıydı. Baxın, görək nə səhvdir. Integer yazmışıq. 1.7 var axı orada. Real eləməliyik. 1.7. K-nı 1 edeyib ona görə. Bəli. Bunu 1,7, kurs 1.7-dir deyə real verməliyik. İndi təzədən başlayırıq. Yazdıq 170, 1.7. İndi düz verməlidir. 100 manat. Bəli. Əslində, məsələnin şərti bizə deyir ki, girişdə AZN və kurs daxil edilməlidir. Ona görə yox, 1.7-ni birbaşa yaza bilmərik. Həm də kurs dəyişən bir şeydir axı. Həmişə 1.7, məsələn, oldu 1.5 tutaq ki. Ona görə onu input eləyirik. Keçirik uşaqlar, keçirik növbəti hissəyə. Bax, burada da 1.7 məsələsinə görə bayaq nəticəmiz səhv alınmışdı. Ona görə evdə özünüzlə məşq eləyəndə mütləq burada realdır, yoxsa integerdir, buna diqqət edin. Yəni, əvvəllər manat daha güclü idi. Məsələn, 0.78 idi. O zaman 100 manat 100 dollardan daha çox idi. Məsələn, o vəziyyət üçün, tutaq ki, təzədən qayıtdı, o vəziyyət üçün onu da hesablaya bilək deyə kurs da daxil etməyimiz daha düzgün olar. Həmçinin, yəni biz başqa cür fikirləşsək belə, məsələ bizə deyir ki, girişdə 2 dənə olmalıdır. AZN və kurs. İmtahanda kursu yox, özləri vermirlər. Yəni biz burada blok sxemi bu şəkildə qururuq da. Onlara göstərəcəyimiz şey budur. Biz ora ədəd yazmağa məcbur deyilik ki, biz gedişatı yazırıq sadəcə olaraq. Və davam edirik uşaqlar. İndi burada bir azca fərqli görünən, amma əslində riyazi tərəfini fikirləşsək, blok sxemini qurmaq çox asan olan bir dənə tapşırığımız var. Deməli, xalis maaşı hesablayan blok sxem qurun. Əvvəlcə uşaqlar, bizdə belə bir şey var. Sən kimdənsə soruşursan ki, tutaq ki, nə qədər maaş alırsan? Deyir ki, 820 manat.
Və o sənə nə deyir? Əslində bu 820 dediyi şey nədir? Onun kartına tam olaraq oturan, yəni bu 820-ni çıxardır, xərcləyir. Həmin məbləğə deyir sənə. Amma əslində normalda olan şey nədir? Bir var bizim ümumi əmək haqqımız, bir də var bizim xalis əmək haqqımız. Ümumi əmək haqqı nədir? Ümumi olaraq şirkət mənim üçün, tutaq ki, 1000 manat əmək haqqı ayırır. Amma bu əmək haqqının 18%-i, misal üçün bu dəyişə bilər, vergiyə tutulur. Və 1000 manatdan o 18% 180 manata çıxanda yerdə qalan hissə 820 manat mənim net xalis əmək haqqım olur. Və bizdə insanlar adətən əmək haqqının nə qədərdir deyəndə bunu deyirdi ya. Yəni çoxlarının beynində bu ümumi əmək haqqı anlayışı yoxdur. Əslində iki yerə bölünür dediyim kimi. Ümumi əmək haqqı, yəni hesaplanan ümumi əmək haqqı, bir də var sənin əlinə gəlib çatan əmək haqqı. Vergilər çıxılandan sonra qalan hissə. İndi belə bir şey eləyəcəm uşaqlar. Burada sadə bir riyazi faiz hesablama, yəni sizdən ötürü asan olan bir əməliyyat eləyəcək əslində. Amma əvvəlcə gəlin dəyişənlərimizi təyin eləyək. Ümumi maaş, buna M deyirəm. Tutulma, buna tutulma deyirəm. Xalis maaşa da X deyəcəm. X. Yekunda mənə qalan əmək haqqı. Və riyazi olaraq bunun düsturunu fikirləşirəm. Xalis əmək haqqı bərabərdir maaşım, yəni ümumi maaş, çıxılsın, maaş, vurulsun, tutulma, bölünsün, 100. Düz yazdım düsturu. Ədəd çıxılsın, ədədin məsələn 18%-i kimi. M çıxılsın, M vur T bölü 100. İndi bu düsturu burada tətbiq eləyəcəyik. Girişlərimizə baxırıq, inputda ümumi maaş, bir də tutulma faizini verməliyik. Və gəlin belə eləyək uşaqlar. Burada real yazıb da, düzdür. Burada da hesablayanda faizi çıxanda kəsr ədədləri alına bilər. Ona görə real olaraq qalsın. Bu aşağı tərəflərini qeyd edirəm. Delete vasitəsilə silirəm. Gəlirəm bura. Deməli, maaş. Burada necə qeyd eləmişəmsə o formada yazıram. Maaş, tutulma və xalis yazdım. Və OK vurdum. İndi input. İki dənə inputumuz var. Biri maaşdır, yəni ümumi əmək haqqıdır. OK vururam. Keçirəm o birisinə, digəri isə tutulmadır. Yəni, neçə faiz vergiyə tutulacaq. Bundan sonra artıq hesablamanı apara bilərəm. Düz bucaqlığını seçirəm, double klik eləyirəm, yazıram xalis X, bərabərdir, maaş, çıxılsın, maaş, vurulsun, məsafə ilə yazaq daha rahat görünsün deyə, tutulma, bölünsün, 100. Mən yazanda siz də düsturu bir yoxlayın, nəsə səhvlik olmasın. Xalis son alınan maaşdır, əlimizə gəlib çatan. Yəni, bütün vergilər çıxandan sonra olan hissə. Və output xalis əmək haqqı. İndi bayaqki yazdığım ədədlər var idi. 1000 manat əmək haqqı olsun, 18% tutulma olsun. Gəlin, onun üzərindən bir yoxlayaq. Maaş. Buna yazdım 1000, tutulmaya yazdım 18, hesaplasın və belə 820. Bir dənə də yenə 1000 manat və 15%-lə bir dəfə də hesaplayaq hər ehtimala qarşı. Ki, birində düz veribsə, o birisində də düz verəcək təbii ki. Özünüz də yoxlayanda asan ədədlər götürün ki, riyazi olaraq hesaplayıb bunun verdiyi cavabla müqayisə edə biləsiniz. Belə uşaqlar, ümid edirəm ki, hər şey aydındır. Yenə də mütləq şəkildə özünüz bunların hamısını yazarsınız. Fərq yoxdur. Riyazi olaraq hansı düstur olur olsun. Hansı düsturdan. Rombla hələ işimiz yoxdur. O gələn dərsdir. Şərt budaqlanan alqoritmdə. Hələ biz sadələrinə baxırıq. Rombdur, altı bucaqlıdır. Yəni, ümumiyyətlə bizə lazım olanlar, bax bu 1, 2, buradakı düz bucaqla artıq işlətdik bunları. Bu if-dir, şərt, budaqlanan alqoritmdə. Bir də burada while var. Bu da dövrlər üçündür. Onlar gələn dərslərimizdə baxacağımız əməliyyatlardır. Davam edirik uşaqlar. Satış qiymətini hesaplayan blok sxem qurun. Bax, bunu saxlayacağım özünüzə. Gəlin bura əlavə eləyək.
Mən qısa şəkildə bir dənə izah verirəm. Elə videonun bu hissəsinə baxıb, sonra özünüz mütləq onu qurub hesaplayarsınız. Satış qiymətini hesablayan blok sxem qurun. Girişdə məhsulun alış qiyməti və faiz, çıxış məhsulun satış qiyməti. Yəni burada nədir? Məsələn, məhsulun alış qiyməti, buna A deyirəm, kiçik ola A, faiz F deyirəm, bir də məhsulun satış qiymətinə də S deyirəm, satış. Yəni belə fikirləşin, tutaq ki, siz məhsulu 100 manata almısınız. 20%də üstünə pul qoyub satacaqsınız. Bunu hesablamalıdır. 120-ni. Məncə bayaqkindən daha asandır. Ona görə bu qalır öz-üzə. Vərəqdə yazanda dəyişənlərin qiymətlərini blokun içində qeyd edirik. Yox, bayaq dedim axı. Bunu deyirsənsə əgər bayaq dedim. Bir neçə dəfə dedim hətta. Yəni bunu çıxırıq, yerdə qalanları olduğu kimi yazırıq. İçəridə input, output sözlərini də yazmağa ehtiyac yoxdur. Dəyişənlərin qiyməti, məsələn, buna 100 verdik, 20 verdik, bunlar yox, bunları yoxlamaq üçündür. Əgər bunları nəzərdə tutursansa, bunlar da yoxlamaq üçündür. Uşaqlar, davam edirik. Pəhriz blok sxemi asandır, amma bir balaca fərqli kimi görsənə bilər. Ona görə bunu gəlin sürətli bir şəkildə yazaq. Əvvəlcə mətni əlavə edirəm bura, şərti. Pəhriz blok sxemi. Giriş, günlük qida ilə alınan kalori və günlük yandırılan kalori. Çıxış, alınan kalori ilə yandırılan kalorinin fərqi. Real kəsir ədədlər olan testlərdə sual o kağız üzərində heç bir önəmi yoxdur, Hüseyin, heç bir önəmi yoxdur. Flow algoritmindən istifadə olunanda buna diqqət eləməliyik. Aldığın şeyi ucuza satsan o ticarət olmur ki, ziyana gedirsən onda. Yəni burada şərt bizə elə bir şey demir ki, şərt bizə deyir ki, alış qiyməti var, müəyyən faiz qoyursan, yəni özümüzdən şərti dəyişdirənlər yaxı elə bir yanaşma yoxdur yəni. Məsələ sənə nə deyirsə onu şey edirsən, özündən nəsə kəşf eləmirsən. Məsələdə nə deyilirsə onu işləyirsən. Uşaqlar, heç bir şey əlavə şeylər, məsələni dəyişdirməksə lazım deyil şeylər. Hə, uşaqlar, gəlin dəyişənlərə baxaq. Günlük qida ilə alınan kalori. Buna A deyirəm, alınan kalori. Günlük yandırılan kalori, buna da elə Y deyək və yandırılan kalori. Çıxışda alınan kalori ilə yandırılan kalorinin fərqi. Buna da fərq deyək. Yəni 3 dənə dəyişən təyin elədim. A, sonra yandırılan kalori, bir də fərq. İkisi arasındakı fərq. Aldığımızdan yandırılan çıxacaq. Kağız üzərində onun bir fərqi yoxdur ki, burada hər şeyi götürürlər. Yəni kağız üzərində nə istəsə yaza bilərik, önəmli deyil. Burada da Azərbaycan hərflərini götürür. Flow algoritmində də elə bir narahatçılıq yoxdur. Input A, alınan kalori. Növbəti input yandırılan kalori və hesablamaya keçdik. Fərq alınan kalori çıxılsın yandırılan kalori. Bax, sadəcə budur uşaqlar. Və output. Bunun normalda mahiyyəti nədir uşaqlar? Əgər gün ərzində çox kalori alıb az yandırmışamsa, demək ki, çəki artıb həmin gün. Pəhrizi pozmuşam. Amma tərsini eləmişəmsə, deməli çəkim azalıb. Yəni, əgər burada mənfi çıxması, məsələn, pəhriz eləyənlər üçün yaxşı bir göstəricidir. Düzdür, belə sadə şeylər istifadə etmirlər. Amma indi biz praktika eləyirik də. Misal üçün, alınan kalori, bunları bilmirəm tam olaraq gündəlik normal kalori nə qədərdir? 1000 yazıram. Yandırılan kaloriyə də 1200 yazıram. Bunların fərqini tapıb mənfi 200 verəcək bizə. Bu da o deməkdir ki, bugün çəkimiz azalıb, yəni aldığımızdan daha çox yandırmışıq. Amma yerini dəyişsək, məsələn, 1200 kalori almışıq, 1000 yandırmışıq və s. O zaman da müsbət ədəd vermiş olacaq. Belə, uşaqlar, bunu
qeyri-adi bir tərəfi yoxdur bu arada. Normal ikisindən bir-birini çıxıb çap elətdirdik nəticəni. Sadəcə məsələnin şərti biraz fərqli göründüyünə görə bunu yazmaq istədim. Və gəldik növbəti hissəyə. Kopyalayıram bunu. Yapışdıraq. Uşaqlar, indi tam diqqətli şəkildə qulaq asın buna. Bu çox önəmlidir. Əslində blok sxem tərəfi çətin deyil. Riyazi olaraq birinci növbədə tam başa düşməliyik bunu. Oxuyuram şərti, dəyişənləri təyin edək. Yanacaq xərcinin hesablanması. Deyir ki, girişdə avtomobildən hardansa harasa gedirsən, uzaq məsafəyə gedirsən, tutaq ki. Yanacaq xərci hesablanacaq. Məqsəd budur. Girişdə məsafə. Məsafəyə nə deyək? Elə M deyək. Sərfiyyat. Sərfiyyata da S deyək. Sərfiyyat 100 kilometrə benzin maşın avtomobili nə qədər yandırır? Benzinin qiyməti, nə deyək buna? Benzinin qiyməti BQ dedim. Çıxışda sərf olunan yanacaq, buna yanacaq deyək və yanacağın dəyəri. Buna da yanacağın dəyəri deyək. İndi gəlin belə eləyək. Bir dənə nümunə fikirləşək özümüz. Tutaq ki, 500 kilometr məsafə. Məsafə olsun 500 kilometr. Sərfiyyat, yuvarlaq ədədlər götürürəm uşaqlar. 10 litr bölünsün 100 kilometr. Yəni 100 kilometrə 10 litr sərf eləyir. Yuvarlaq olsun deyə. 500 böl 100-dən tapacaq, bəli. Sonra başqa nə verməliyik? Benzinin qiyməti. Onu nə dedim? Benzinin qiyməti BQ. Nə olsun? 1.6 deyirəm. Yəni 1 manat desəm vuracaq eyni ədəd çıxacaq. Ona görə 1.6 dedim. Azin. Və salam, bu 3 dənəsi. İndi hesablayırıq uşaqlar. Bax, 500 kilometr gedib və 100 kilometrdə 10 litr yandırır. Onda mən bu 500-ü 100-ə bölsəm və 10-a vursam, ümumi sərf olunanı tapacam. Sərf olunan yanacağı tapacam, düzdür? 100 kilometrə 10 litr sərf eləyirsə, 500 kilometrədə 5 vur 10. 50 litr sərf eləməlidir. Bu zaman mən sərf olunan yanacağı tapıram. Və yanacağın dəyərini də tapmalıyam. Yanacağın dəyəri bərabərdir. Sərf olunan yanacaq vurulsun benzinin qiyməti. Bax, bu riyazi gedişimizdir. Bundan sonra eləyəcəyimiz çox bir şey yoxdur. Bəzi tip məsələlər var ki, onların blok sxemini qurmaq çox asan olur. Sadəcə riyazi olaraq fikirləşmək. Bu da düşünmürəm elə çətin bir məsələdir, xüsusən birinci qruplar üçün. Amma elə məsələlər çıxacaq qarşımıza. Görəcəksiniz ki, riyazi olaraq başa düşmək çətin olur, amma riyazi tərəfini başa düşəndən sonra daha sadə formada yaza bilirsiniz. İndi başlayırıq uşaqlar, dəyişənlərimiz. Məsafə, orada necə götürmüşəmsə eyni formada yazıram. Sərfiyyat, belə bir məsələ olsa, imtahanda yazıramsa, hansı dəyişən nəyi göstərir, onları qeyd edin kənarda. Çox dəyişənimiz var burada. Sərfiyyata S yazdım, kiçik S ilə yazdım. Sonra benzinin qiymətinə BQ yazdım, benzinin qiyməti. Çıxışda sərf olunan yanacaq, ona Y dedik. Və yanacağın dəyəri, ona da Y dedik, yanacağın dəyəri. Real qalıb, qalsın, çünki 1.6-dan istifadə edəcəyik, kəsr ədəd alına bilər. Və başladıq inputlara. İlk olaraq məsafəni verəcəyik. Gedilən məsafə nə qədərdir? Sonra nəyi verməliyik? Sərfiyyatı verəcəyik. Yəni 100 kilometrə neçə litr benzin yandırır. Və benzinin qiymətini verəcəyik. 3 dənə girişimiz var. Benzinin qiyməti. Buna əsasən ilk olaraq çıxışda sərf olunan yanacaq. İlk olaraq yanacağı hesablayacaq. Düzbucaqlı yanacaq bərabərdir. Necə eləməliyik? 500 nədir? Məsafə bölünsün 100 vurulsun sərfiyyat. Deməli, 500 bölünsün 100. 500 məsafədir. Məsafə bölünsün 100.
10 litrdə S ilə götürmüşük. Vurulsun sərfiyyat. Bunu yazdıq. İndi isə son olaraq yanacağın dəyəri, yəni yanacağa nə qədər pul xərcləmişik, onu hesablamalıyıq. Gəldik bura, yanacağın dəyəri bərabərdir. Buna nə demişdik? Yanacaq vurulsun benzinin qiyməti. Və outputda ikisi də olmalıdır deyir. Yanacaq, output, yanacağın dəyəri. Burada yazdığım qiymətləri nəzərə alsaq əgər 50 litr verməlidir, hə? 50 vurulsun 1.6. Nə olur? 80 manat olur. İndi bu ədədləri yerinə qoyaq, hesablayaq. Vurma bölməni yazıldığı ardıcıllığından hesablayır da. Ona görə mötərizəyə ehtiyac yoxdur vurma bölmədə. Bunlar hələ ki burada qalsın uşaqlar. Bu yazıları silmirəm. Bir işə salaq, baxaq görək bizim aldığımızdan bunun verdiyi düz olacaq. Yəni hər şeyi düz yazmışıq. Məsafəyə yazdıq 500. Sərfiyyata yazdıq 10. Benzinin qiymətinə yazdıq 1.6. Məsafəni yanacağı hesabladı. 50 və 80, hə? Belə. Buradakıları silək. $50 və 80. Belə, bu məsələni də həll elədik. Biraz da şərt ola bilsin, qarışıq görsənir. Amma düşünürəm ki, yenə də birinci qruplar üçün bu da bir çətinlik yaratmamalıdır. Uşaqlar, burada 3 dənə tapşırığımız qalıb. Bunların üzərində fikirləşərsiniz. Bu arada növbəti həftədən hər qrup üçün ayrıca kod qrupları yaradacağım. Nömrələrimizi əlavə eləyəcəm həmin qruplara. Ev tapşırıqları olanda nə edəcəksiniz? Kodları yazacaqsınız. Kimin kompüteri varsa Flowgoritmdə həll eləyəcək. Yoxlayıb sonra amma göndərəcək həmin qruplara. Kompüteri olmayanlar da kağız üzərində yazıb göndərəcək həmin qruplara. Ondan bağlı da məlumat verəcəm sizə. Yaş hesablama blok sxemi. Bunu özünüz qurarsınız. Standartdır. Cari ili yazırsan 2026. Doğum tarixini yazırsan. Məsələn, adamın doğum tarixi 2000-dir tutaq ki. Bu ikisi arasındakı fərqi tapır. Yaş. Belə. Bunun kimi sadə. Düzbucaqlı üçbucağın sahəsini hesablamaq. Uşaqlar, bunu yazaq. Bunu yazaq, sonra yekunlaşdıraq. Çünki bu düzbucaqlı üçbucağın sahəsini hesablayanda fərqli yeni işarələrdən istifadə edəcəyik. Yəni, bunu da yazaq. Şərtə diqqətli şəkildə baxın. Düzbucaqlı üçbucağın sahəsini hesablamaq. Girişdə hipotenuz və katetlərdən biri. Çıxışda üçbucağın sahəsi olmalıdır. İşləmədiklərimizi ev tapşırığı olaraq götürəcəksiniz. Nəyi görmüşsünüzsə burada. Dedim onsa bir neçədən şey qalıb. Əsas işlədiklərimiz və onların fərqli formalarını fikirləşərsiniz. Misal üçün, baxın, belə bir şey. Birinci növbədə bunun sadə variantını işləyərsiniz evdə. Girişdə katet olsun. Elə 2/1 AB düsturu ilə sahəni hesablayın. Sonra gəlib bunu özünüz bir də təzədən sıfırdan yazarsınız. Burada tərəfləri ABC deyəcəm. Riyaziyyatda A, B, katetləri yəqin ki, belə işarə edirsiniz. C-də hipotenuz olsun. Girişə diqqət eləyin. Girişdə hipotenuz və katetlərdən biri. C və katetlərdən biri. A. Bunları input elədik. Tapşırığı qrupa göndərəcəksiniz. Amma hələ yox. Hələ ki, evdə özünüz üçün məşq eləyərsiniz.
Ev tapşırığına əlavə testlər verəcəm sizə işləməyə. Onlara başlayanda artıq həll edib qrupa göndərəcəksiniz, bəli, tapşırığın cavablarını. Hələ ki yox, hələ öyrənmə mərhələsində. Hələ ki videoda mən nələr göstərirəmsə, onları təzədən özünüz yazarsınız və nələri ötürürəmsə, bir də onları özünüz yazıb məşq edərsiniz. Tapşırıqlar olanda dediyim kimi mən deyəcəm, onda qrupa göndərəcəksiniz nəticələri. Uşaqlar, mən S bərabərdir, katetlərin hasilinin yarısı 2/1 AB-dən istifadə edəcəm. Amma məndə hipotenuzundan katetin biri var. Yəni ilk olaraq mən digər kateti tapmalıyam da, düzdür. Və S-nin hesablanmasına başlayıram. Daha doğrusu B-nin. S var, A var, B-ni tapacağım. Buna diqqət edirsiniz. B bərabərdir. S, Q, R, T. Bunu Excel-dən xatırlayırsınız. Yəqin ki, Excel-də demişəm sizə. Kökün altında. İndi burada qüvvətlər də var. Bax, bunları mütləq dəftərəzədə harasa qeyd edin, yazılış qaydaları yadınızdan qalsın. Mütləq S-nin kvadratı çıxılsın. Yəni, kvadrat necə yazılır, kök necə yazılır buna görə. B-nin kvadratı və mötərəzəni bağladıq. İndi OK vurum, daha rahat görəcəksiniz. B bərabərdir, S QRT, S kvadratı, çıxılsın B kvadratı şəklində. Artıq məndə A onsuz da verilmişdi. B də tapıldı. İndi sahəyə keçə bilərəm. Bir dənə burada sahəni hesablamaqdan ötürü S də əlavə eləyək. Üçüncü bir dəyişən olaraq. Və düzbucaqlı S, A, vur B, bölünsün 2 yazdım. Və bundan sonra output S yazdım. İndi baxın uşaqlar. Düzbucaqlı üçbucağımız. Nə olsun? 3, 4, 5 üçbucağı, sadə üçbucaq olsun. İndi misal üçün 3 var, 5 var, bu yoxdur. Belə fikirləşin və başlayaq. İşə saldıq. Kvadrat A kvadrat olmalı deyil. Necə? S kvadrat A kvadrat olmalı deyil. 4 düzbucaqlının içində. Hə. B-ni tapırıq da, hə. Onda stop eləyək. Stop eləyək, düzdür. Burada B-ni tapırıq. A kvadrat olmalıdır, bəli. Obrislər düzdür, B-ni tapdıq. Hesabladıq, S-i yazdıq. B bərabər S kvadratı çıx A kvadratı. Obrislər yəqin ki, düzdür. Deməli, 5 yazdım. A-ya 3 yazdım. B-ni hesabladı. B-ni buradan yuxarıdan görə bilərsiniz, 4 tapdı. Sonra 4 vur 3, bölü 2 ilə yekun cavabı da 6 olaraq tapdı. Belə. Yəni, içəridəki düsturların düz olmasına diqqət elədirsə, inputlarınız düzdürsə, outputunuz düzdürsə, o zaman cavabı da sizə düz olaraq verəcək. Və uşaqlar, yekunlaşdırırıq. Bu yazıları təmizləyim. Bunları da siləcəm. Və bir dənə də sizə ev tapşırığı. Sonuncu. Günün başa çatmasına qalan müddətin dəqiqə ilə hesablanması. Bunu özünüz fikirləşərsiniz, yazarsınız kodunu. Deyir ki, girişdə saat və dəqiqə verilir. Hal-hazırda saata baxıram. Hal-hazırda 22:06-dır. Yəni, bir dənə 22, məsələn, bu olsun S. Payloqramın içərisində saat. Dəqiqədə 06. 6-da 06 yazmırıq onsuz da. Bir dənə də dəqiqə. Və günün sona çatmasına nə qədər vaxt var? Dəqiqə olaraq da onu çıxışa verməlisiniz. Əvvəlcə riyazi olaraq fikirləşərsiniz. Yəni, bunu normalda dəqiqəyə çevirmək, üstünə bunu gəlmək və s. da onlar sizin üçün məncə asan olacaq. Sonra da blok sxemini özünüz qurarsınız. Və növbəti 6-cı gün üçün artıq başlayacaq budaqlanan alqoritmlər haqqında danışmağa. Bu qədər uşaqlar, bugün yekunlaşdırırıq, videonu saxlayıram. Nəsə əlavə problem olsa, nəsə sualınız olsa, ya WhatsApp-dan yazarsınız, ya da qrup dərslərimizdə bundan bağlı danışarıq. Videonu dayandırıram.